Sevən sevdiyinə asi olar mı, qardaşım? Heç vaxt. Allah Teala buyurur ki, o kəslər haqqında, o kəslər ki, deyir, mən Allahı sevirəm, Allahdan qorxuram, Allahı iman gətirmişəm, Rəbbim Allahdır deyənləri Allah imtihan edir. Buyurur ki, قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللّٰهَ فَاتَّبِعُونِ يُحْبِبْكُمُ اللّٰهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّٰهُ غَفُورٌ رَحِيمٌ. De ey Muhammed, onlara söylə, kimə? Mən Allahı sevirəm deyənlərə, biz Allahdan qorxuruq deyənlərə, Rəbbimiz Allahdır deyənlərə söylə. Əgər Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Gafurdur, Rahimdir, günahları bağışlayanır, rəhimlidir. İndi biz o kəslərə sual verdik. Hər kəsə kim ki deyir, mən Rəbbim Allahdır, mən Allahı sevirəm, Allahdan qorxuram. Deyir, elə desə Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriətə tabi olmalısan. Onun dini tutub gedməlisən. Virüzə vermir, əməllərini görmürük. Görmürük, sən Allahdan qorxuram deyirsən, namaz qılmırsan. Rəbbim Allahdır deyirsən, namaz qılmırsan. İbadət eləmirsən. Haram yiyirsən, rüşvət alırsan, ittiham edirsən, nə bilim, o qədər pis-pis işlərlə məşğul olan insanlar var ki, hamısı bir ağızdan deyir, Rəbbim Allahdır. Amma vallahi nə qədər salih insanlar var ki, onlara deyəndə ki, Allahdan qorx, o sözü eşidəndə qardaş rəngi saralır, qorxur. Çünki iman əhlidir, bilir ki, bu ağır sözdür. Ey filan kəs Allahdan qorx deyəndə, bir xat edəndə, ona deyiləndə, vallahi bu ona çox təsir edir. Çünki sözün mahiyyətindən varıb ona görə. Amma nə qədər qəflətdə olan insanlar var ki, onların vallahi etdiyi günahlarla tükü belə tərpənmir, heç vecinə də deyil. Yer üzərində elə gəzir ki, elə bir canlı cənnət əhlidir. Sanki əmirlər, qadağalar buna aid deyil. Qafil bir kəsdir.